Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. Today Press TV Qafqaz Info istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin onkologiya klinikasında müalicə işləri üzrə direktor müavini və 2-ci cərrahiyyə şöbəsinin müdiri bölmə rəhbəri vəzifələrini icra edirdi. Məlumatı klinikadan təsdiq ediblər. Nigar Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Fövqəladə Hallar Nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına stop qoyulub. Namiq Abbasov, Today Press TV.